Salam aleyküm əzizlər. Kamera quraşdırma servisi olaraq bugün biz yeni bir bölgəmizdə Naftalanda, Nafta sanatoriyasındayıq və ABV-nin təşkil edir. Yeniliklərlə dolu təlimdəyik. İstəyirik Ezvis firmasının məhsullarla bağlı məsul şəxs deməli Şamil qardaşımız bizə bu məlumatı versin. Xoş gördük Şamil bəy. Təşəkkür edirəm Orxan bəy. Məhsullar barədə bizə məlumat verəsiniz. Hamını salamlayıram. Adım Şamildir. Ezvizdə brend menecerim. Gəlin sizə yeniliklər haqqında bir qısa məlumat verim. Bugün gördüyünüz 3 dənə məhsulumuz var. Birinci bizim ağıllı qapı qolumuzdur, qapı kilididir. Bu gördüyünüz qapı kilidi bir neçə funksiyadan ibarətdir və bir neçə açılış növləri var. Burada gördüyünüz kimi barmaq izi var. Burada bizim kameramız var. Arka tərəfində isə gördüyünüz kimi geniş bir monitoru var. Hətta zəng gəldikdə bizdə belə bir yeni cihaz var. Bu cihazın modeli ST7-dir. Monitordur, çevik işləyə biləndir. İstədiyimiz yerdə evdə quraşdıra bilirik. Və naqilsizdir. Bəli, və naqilsizdir. 4600 mAh batareyana təchiz olunub. Təxmini 2 gün, 3 gün zaryatka saxlayır və bizim böyük bir mənzilimiz varsa, istədiyimiz mərtəbədə bunu qoya bilərik və qapıya gələn ziyarətçi barədə məlumatımız olur. Baxın, burada gördüyünüz kimi qapı kilidinin, yəni qapının qarşısında olan şəxsi biz rahatlıqla görürük. Zəhmət olmasa buranı çəkin. Və yeniliklərlə bağlı bir modelimiz də var. Burada gördüğünüz kimi her yere bir diş gəlir. Telefona da, sağda da. Belə bir yeni modelimiz var. Bu modelimiz Ezvis H90 modeldir. Bundan əvvəlki modeli tanıyırıq, müştərilərimiz də əzbər bilir artıq o barədə. Bu yeni modeldir. Bunun hər iki linzası çevrilə biləndir, hərəkətlidir. Aşağı linzamız 360 dərəcə fırlanır. Yuxarı linzamız isə təxmini 90 dərəcə, 75-80 dərəcə kimi fırlana bilir. Yalnız aşağı yuxarı gördüyünüz kimi. Hər iki linza 4 yuxarıdakı da fırlan, amma hərəkətlə gördüyünüz kimi baxın. Hərəkət necə baş verir? Əgər biz bu cihazı patrol rejiminə qoyuruqsa, yuxarıdakı linza misal olaraq insanı aşkarladı, getdi sağ tərəfə, aşağıdakı linza isə avtomobili aşkarlayıb, avtomobilin dalınca deteksiya oluna bilər. Bəli. Belə. Başqa gördüyünüz bu qədərdir. Hal-hazırda bu yeni modellərdir. Həmçinin Akspro'nu gördük biz burada. Akspro'muzu gördük, Hikvision'ı, həmçinin digər yeniliklərimizi görürük. Necə deyir, Hikvision'ın akses kontrolunu görürük, üst tanıma, barmaq izi. İstəyirik Azad bəy bu barədə bizə qısaca məlumat versin, vaxt az olduğuna görə. Hər salamlar, mən Azad Əbdürrəhmanov, Araznet şirkəti kommersiya şöbəsi. Biz burada təqdim edirik Hikvision məhsul olaraq Akspro siqnalizasiya sistemi, akses kontrol sistemi, reklam monitorlar və səs sistemi. Akspro siqnalizasiya paneli 6410 paneldir. Wireless üzərindən işləyir, simsizdir, GSM modulu var. Bunun müxtəlif daçiləri var, üstü daçki, temperatur daçki, hərəkət daçki, kamerlə bərabər. Və hamısı da simsizdir, batarya ilə. Hər birisi batarya üzərindəndir, 5 ilə qədər bataryanın ömrü var, saxlama müddəti var. Bu demək ki, xətt çəkməyə ehtiyacımız yox. Ən böyük problemimiz təmiri forlamadan, heç bir fəsada zərər vermədən. Bəli. Bu sistemin simsiz olmasıdır. Məsafə olaraq 2 kilometrə qədər götürmə qabiliyyəti var. Protokol olaraq komik üzərindən məlumatlar ötürülür. Bu avadanlıqdır, avadanlıqdır. Bu həyəcan siqnalı olan həm siqnalı ötürür, həm də foto şəkil ötürür. Həm şəkil əsasında 7 saniyəlik videorolik hazırlamaq olar. İl ərzində ötürdüyü şəkilə 6 ay ərzində səhvləmişsə onları videorolik çevirir. Onlar şəkli olan dərhal videorolik çevirir 7 saniyə ərzində və siz son roliki Pick-Connect üzərindən saxlaya bilərsiniz. Biz başlayırıq Ömər, dərsiniz. Diqqətiniz çox sağ olun, hörmətlə kamera quraşdırma servisi. Təşəkkür